Salam uşaqlar, hər vaxtınız xeyir. Bu möhtəşəm kitabımızdan, mən bu kitabı belə adlandırmaq istəyirəm. Möhtəşəm kitabımızdan sınaq 2 ilə yolumuza davam edirik. Deməli, sınaq 2. Sınaq 2-yə başlamamışdan əvvəl ümumi belə qısa məlumat verim. Deməli, mən bu kitabı kitab satılan mağazalar, yəni bizim rayonumuzda məsələn kitabxana kimi qeyd olunur. Dəftər, qələm, ofis ləvazimatları satılan yerdən almışam. Qiyməti də çox münasibdir, elə də böyük bir məbləğ deyil. Rus dilində soruşmuşlar ki, varmı? Heç bir məlumatım yoxdur. Və bir də ki, PDF-i də hələ ki yoxdur. Adətən yeni çıxan kitabların PDF-in həmən tapmaq mümkün olmur. 3-4 ay keçdikdən sonra bəlkə də PDF olar. Amma hal-hazırda PDF yoxdur. Bu şəkildə. Yəni mən çalışacağam ki, hər gün bir dənə sınağı paylaşa bilim. Yekun monitorinqlə də qalmışıq. Çalışacağam onu da paylaşım. Səhifəmə zəhmət olmasa aktivlik göstərin ki, heç olmasa bir gündə 2 dənə sınaq paylaşa bilim. Öz adımla, Fidan Behbudlu adı ilə da YouTube kanalıma da dəstək olmağınız məni çox sevindirir. Bu şəkildə. Keçək sınaq 2. Birinci sualımıza. Yəni, eyni qayda ilə sınaq 1-dəki kimi çalışacaq ki, xırdalıqlarına qədər sizə izah edək. 1, 7, A5. 4 rəqəmli ədədi 9-a tam bölünərsə A-nı tapın. Biz nəyə bilməliyik? 9-a bölünmə əlaməti. 9-a bölünmə əlaməti nə demişik? Demişik ki, rəqəmlərinin cəmi 9-a bölünən ədədlər deməli, özü də 9-a bölünür. Baxıram ki, burada 1 üstəgələk 7 üstəgələk 5-dir. 8-in üstünə 5 gəldiyimiz zaman edir 13. Yəni, mən 13-ün üzərinə neçə gəlməliyəm ki, bu 9-a tam bölünməlidir. Qiymətlərin buradan qeyd edək, baxaq. 13-ün üstünə 4 gələndə eləyəcək 17. Bu olmaz. 13-ün üstünə 5 gələndə edəcək 18. Bəli, 18 olar. Çünki 18 9-a bölünür. Ona görə də deməli bizim 4 rəqəmli ədədimiz oldu 1755. 1755 də deməli 9-a tam bölünür. Variant B variantı. İkinci sual. Aşağıdakı müqayisələrdən hansı yanlışdır? Baxırıq. Modulda 18 bərabərdir 18-ə. Biz demişik ki, moduldan müsbət 18 çıxır. Mən hamısını yazdım, belə yazanda daha aydın olur. Deməli, mənfi 18-dən bilirik ki, müsbət 18 çıxır. Yəni, müsbət 18 bərabərdir 18-ə. Bəli, doğrudur. B bəndinə baxaq. Niyə belə durur? B bəndində deyir, mənfi 2 böyükdür 0-dan. Biz demişik ki, mötərizənin qarşısında mənfi işarəsi varsa, mötərizənin içərisindəki işarə əksinə dəyişməlidir. Yəni, bura mənfi 2 olacaq, müsbət 2. 2 0-dan böyükdür. Əlbəttə ki, bu da doğrudur. C-yə keçək. 0 böyükdür mənfi 9-dan. 0 böyükdür mənfi 9-dan müsbət 9 çıxır. 0 9-dan böyük deyil. Bu yanlışdır. D-ni də izah edək. Mənfi 3 böyükdür mənfi 32-dən. Fikir versəz, mənfi modulun qarşısındadır. Modulun qarşısındadır deyə, yəni deyərsiniz ki, müəllim axı burada dediniz mötərizənin qarşısında. Mən mötərizə dedim, modul demədim. Ona görə bu elə olur, mənfi 3 böyükdür mənfi 32-dən. Əlbəttə ki, mənfi 3 mənfi 32-dən böyükdür. Deməli, variantımız C variantı oldu. Üçüncü sualına davam edək. 3x çıxılsın 2y bərabərdir 7 olarsa, 11 çıxılsın 6x çıxaq 16 çıx 4y ifadəsinin qiymətini ortaq vurğu mötərizə xaricinə çıxarmaqla hesablayın. Biz demişik ki, belə misallar verildiyi zaman birinci mötərizədən azad eləməliyik. Yəni 11 çıxılsın. Mötərizənin qarşısında mənfi var deyə bunların hər birinin işarəsi dəyişəcək. 6x müsbətdə olacaq mənfi x. 16 mənfidə olacaq müsbət 16. 4y mənfidə olacaq 4y. Biz demişik ki, əgər sənin misalında x, y-li ifadələr verirsə, sən bu x ilə y-i yanaşı yaza bilərsən. Axı biz
dəyişən olan ifadələrin sadələşdirilməsində demişik axı, ancaq x-larla x oxşar toplananları məsələn islah eləyəndə demişik ki, x-la x-ı, y-lə y-i bir tərəfə yığa bilərik. Buradan da deyə bilərsiniz ki, axı dediyinizin bura tətbiq eləmək olmur axı. Biri x-dir, biri y-dir. Yəni dediyim kimi şərtə fikir vermək lazımdır. Şərtdə səndən 3x çıxılsın, 2y istəyir. İndi göstərəcəm ki, mən nə demək istəyirəm. Gəlin birinci yenə bunu həll edək. 11-in üstünə 16 gəldiyimiz zaman edəcək 27. Çıxılsın yenə 6x üstə gələk 4y. Bax, bu 6x üstə gələk 4y ifadəsi mən buna gətirməliyəm. Ona görə fikirləşirəm ki, mən neyniyə bilərəm? Əlbəttə ki, hər tərəfdən 2-ni ortaq vuruğu mötərizə xaricinə çıxara bilərəm. Yəni 27 çıxılsın 2, amma mötərizən, daha doğrusu işarəmizi gözləmək şərti ilə. Mənfi 6x-ı 2-yə böldüyümüz zaman, mənfi 2-yə böldüyümüzdə olacaq müsbət 3x. Yəni mənfi 2-ni 3-ə vurduğun zaman mənfi 6-nı alasın. Çıxılsın 2y. Bərabərdir. 27 çıxılsın 2 vurulsun 3x çıxılsın 2y bizə 7 vermişdi. 27 çıxılsın 14, o da bərabərdir 13-ə. Variant C variantı. Növbəti 4-cü. Deyir ki, hər biri 2 xarici dildən ən az birini öyrənən 45 nəfərlik qrupda 32 nəfər ingilis dilini, 20 nəfər rus dilini öyrənir. Neçə nəfər hər iki dili öyrənir? 4-cü misalımız. Deməli, ümumi ən az birini öyrənən 45 nəfər var. Bunu bildik. 32 nəfər ingilis dilini öyrənir. Qeyd edək. Rus dilini öyrənənlər də 20 nəfər. Neçə nəfər hər iki dili öyrənir? Hər iki dili öyrənənlər tapmaq üçün mən bu iki dənə dili öyrənənləri toplamalıyam. Bu eləməlidir 52. Hər ikisindən söhbət getdiyi üçün də 52-dən mən ümumi bu 45-ə çıxmalıyam ki, tapaq görək neçə nəfər hər ikisini öyrənir. Deməli, 7 nəfər hər ikisini öyrənir. 5-ci sual. Deyir ki, aşağıdakı ədədlərdən hansı mürəkkəb ədəddir? Biz bilirik ki, mürəkkəb ədəd 2 və daha çox böləni olan ədədlərdir. Baxırıq ki, 11 böləni 1-dir, 11-dir. 31 1-dir, 31-dir, 41 1-dir, 41-dir. 21-də isə 1-dir, 3-dür, 7-dir və 21-in özüdür. Deməli, mürəkkəb ədədimiz B variantıdır. 6-cı sual. ABC fiqurundan A1, B1, C1 fiqurunun alınması üçün aşağıdakı addımlardan hansı doğrudur? Heç deyək ki, buna baxmamışdan, gəlin biz bunların koordinatlarını qeyd edək. Buradan yazım ki, hamısını görəsiniz. Deməli, A-nın koordinatları. Bu neydi burada? A-nın koordinatları -7, 2. B-nin koordinatları -7, 4. C-nin də koordinatları -4, 2. Qarşısından yazıram. A1-in koordinatları 2, -2. B1-in koordinatı 2, -4. C1-in koordinatı 5, -2. İndi fikir verir. Deyək ki, heç bir variantlara baxmırıq. Bilmirik nədən söhbət gedir. Burada fikir nəyi görə bilərsiniz? Azca fikirləşsəz görə bilərsiniz. Bu mənfidir. Fikir verirsiniz 2, 4, 2-lər. Hamısı dəyişib. Olub -2, -4, -2. Deməli, burada hansı oxa nəzərən simmetriyadan söhbət gedə bilər? Eşidirəm, deyirsiniz ki, absis oxuna nəzərən simmetriyadan. Çünki demişik ki, absis oxuna nəzərən simmetriyadan söhbət gedirsə, ümumiyyətlə hər hansının oxdan söhbət gedirsə, həmən ox sabit qalır, yəni dəyişmir, digəri dəyişir. Deməli, burada absis oxudur. Çünki x sabitdir, y dəyişir.
İndi fikir verməliyik nəyə? Bu y-lərimizi bildik. Gəlin indi x-lara baxaq. Biri -7 olub. Sonra keçib 2-yə. Yenə -7-dən -2-yə. Sonra da -4-dən -5-ə. Deməli, bu -4-dən -5-ə gəlibsə nə olub? -4-ün üstünə 9 gəlib ki, bu -5 alınıb. -7-nin üstünə 9 gəlib ki, -2 alınıb. Yəni 9 vahid bu sağa gedib və absis oxuna nəzərən simmetri olub. 9 vahid sağa və absis oxuna nəzərən simmetri. Heç variantlara baxmadan da biz bu şəkildə həll edə bildik. 7-ci sual. Aşağıdakılardan deyir hansı doğru deyil. Burada fikir veririk nəyə? Deməli, -1,1 kiçikdir -1,100-dən. Biz bilirik ki, mənfi ədədlərdə modulca daha böyük olan ədəd daha kiçik sayılır. Yəni, bu doğrudur. Sonra -1,1 kiçikdir 1,1-dən. Bilirik ki, müsbət ədədlər mənfi ədədlərdən böyükdür. Burada da eyni qayda ilə müsbət ədədlər 0, -1,1-dən böyükdür. Amma bu ifadəmizdə səhvdir. Çünki 1,01 kiçikdir 1,1-dən. Biz demişik tam hissələr bərabərdirsə, keçirik kəsir hissələrə. Bura 0-dır, bura 1-dir. Deməli, bura daha böyük olmalıdır. Ona görə də səhvimiz D variantıdır. Sinifdə 11 qız, 7 oğlan şagird var. 11 qızdır, 7 oğlandır. Sinifə daha neçə oğlan şagird gələrsə, oğlan şagirdlərinin sayı bütün şagirdlərinin sayının 45% olur. Bütün şagirdlərin sayı da nə qədərdir? Bilirik ki, 18-dir. Bütün demək 11-in üstünə 7 gəlib 18-i tapmaq deməkdir. 45% deyir. 45% biz yazarıq %45 kimi. Yəni, bunun hər tərəfin 5-ə böləndə eləyir 20-də 9. İndi deyəcəm, niyə bölürük 20-də 9-a? Bizim burada nə deyirdi? Deyir, oğlan şagirdlərinin sayı, oğlan oldu 9. Bütün şagirdlərin sayının, bu da oldu bütün. Deməli, bu 18 olmuşdu da. Bu 18-in 20 olması üçün üzərinə 2 gəlinməlidir. 7 dənə oğlanın da 9 olması üçün üzərinə 2 gəlinməlidir. Deməli, bir sinifə 2 dənə oğlan gələrsə, oğlan şagirdlərinin sayı bütün şagirdlərin sayının 45% olar. Növbəti 9-cu. A və B deyir bir-birinə mütənasibdir. Fikir verirsiniz uşaqlar, mütənasiblikdir. Ondan sonra tənasübdür, koordinatlardır, faizdir. Mütləq ki, hər dəfə bir dənə sual düşür. A və B bir-biri ilə düz mütənasib asılıdır. A bərabərdir 4 olduqda, B bərabərdir 6 olarsa, A bərabər 6 olduqda B neçə olar? Biz hər zaman qeyd edirik ki, belə misalları yazdığımız zaman çaşdırmamaqdan ötürü öz-özü. Buna x deyin, buna da y deyin. Yəni, sənin x-in 4-dür, y-in 6-dır. Qarışdırmamaq üçün deyirəm. Düz mütənasiblikdə bilirik ki, y bərabərdir k, x-a. Buradan k-nı tapdığımız zaman y-i bölməliyik x-a. Yəni, 6-nı bölməliyik 4-ə, bu eləməlidir 1,5. K mütənasiblik əmsalını 1,5 aldım. Digər tərəfdən A bərabərdir 6 verir. A-nı yenə də qeyd edədiyim kimi x bərabərdir 6 yaza bilərəm. Sən x-i bilirsənsə, K 1,5-i bilirsənsə, B səndəki B-də y-dir. Y-i tapmalısan. Y də bərabərdir kx-dan. 6-nı vur 1,5-ə, bu da etsin 9. Yəni B 9 olar. Növbəti 10-cu. Kəsirləri deyir müqayisə edin. 3-də 2, 5-də 3, 15-də 7. Müxtəlif məxrəci kəsirləri müqayisə, toplama, çıxma etdiyimiz zaman biz birinci onları ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəcə gətirmək üçün də verilən ədəd kəsirlərin məxrəclərinin əkobunu tapmalısan. 3, 5, 15-in əkobu bilirik ki, ilə 15-in özüdür. 15-i 3-ə böldüyümüz zaman 5 edəcək. 15-i 5-ə böldüyümüz zaman 3 edəcək. 15-i 15-ə böldüyümüz zaman 1 edəcək. 2-ni 5-ə vuranda 10. 3-ü 3-ə vuranda 9.
7-ni 1'ə vuranda 7. Müqayisəni soruşduğu üçün biz bilirik ki, burada deməli ən balacamız 15-də 7-dir. Sonra 15-də 9 gəlir. Sonra da 15-də 10 gəlir. Verilən ifadələrə uyğun yazsaq, olur 15-də 7 kiçikdir 5-də 3-dən, bu da kiçikdir 3-də 2-dən. Gəlin görək hansı variantda uyğun gəlir. B bəndi. Növbəti 11-ci sual tənlikdir. Burada qeyd edim. X bölünsün 16 bərabərdir 12 bölünsün 8-ə. Deyir, tənasübdən x-i tapın. Biz bilirik ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Mənim burada kənar hədlərim x ilə 8-dir. Orta hədlərim 16 ilə 12-dir. Yəni 8x bərabərdir 16 vurulsun 12-yə. 8x bərabərdir 192. X da bərabərdir 24-ə. X da bərabərdir 24 anlı variantımız da D variantı. 12-ci sual. Deyir, uc nöqtələri A-nın koordinatını verir -2, 4, B-nin koordinatı x4 olan AB parçasının uzunluğu 9 vahid olarsa x aşağıdakılardan hansı ola bilər? Biz demişik ki, ümumiyyətlə parçanın uzunluğunu tapdığımız zaman nə edirik? Verilmiş ədədlərin fərqinin modullarını götürürük. Yəni ki, -2-dən nəyi biz çıxdığımız zaman 9 almalıyıq, amma modulda. Deməli, -2 çıxılsın 7 bərabərdir -9. Moduldan da müsbət 9 çıxar. Deməli, bizim ifadəmiz müsbət 7 imiş. Variant D variantı. 13-cü sual. İşin 35%-ni bitirdikdən sonra hansı hissəsi qaldı? Bizim işimiz 100%-lidir də bilirik. 100%-dən 35%-ni bitiribsə, deməli, burada qalıb 65 hissəsi deyək. 65%. 65%-də %65 qeyd etsək, hər tərəfini 5-ə bölsək, edər 20-də 13. Deməli, 35%-ni bitirdikdən sonra 20-də 13 hissəsi qalıb. Variant B variantı. Nömrə 14. Düzbucaqlı koordinat sistemində A -6, -8, B 6, 4 nöqtələrindən keçən düz xəttin ordinat oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Burada qeyd etmişəm, mən A -6, -8-dir. Burada da B 6 ilə 4. Bu həmən nöqtəni biz koordinatlarını çəkdiyimiz zaman elə çəkim ki, düz olsun. Bax, bu şəkildə. Bizim y-imiz olur -2. X-imiz də olmadığı üçün, yəni ordinat nöqtəsinin kəsişməsindən baxdığımız üçün olur 0, -2. Variantda olur C variantı. Növbəti 15-ci sual. Deyir ki, şəkildə verilənlərə əsasən AB tərəfi neçə vahiddir? Biz bu tərəfə baxdığımız zaman bu bucaqlardan bilirik ki, AB ilə BC bir-birinə bərabərdir. Ona görə bərabər yanlı olduğu üçün A6A bərabərdir A üstə gələk 35-ə. Tənliyi həll etdiyimiz zaman 5A bərabərdir 35, A da bərabərdir 7-yə. AB tərəfini soruşduğu üçün də AB tərəfi 6A olduğu üçün 6-nı da vurarıq 7-yə, edər 42. Deməli, variantımız A variantı. 16-cı sual. 16-da deyir, qrafikə görə Əhməd son 40 metr məsafəni neçə saniyəyə gedib? Bax, burada baxmalı olduğunuz sizin nədir? Məsafəni bu hissədə verir, zamanı da bu hissədə verir. 40 metr məsafəni neçə saniyəyə gedir? Mən birinci verilən məsafə ilə verilən zamandan sürəti tapa bilərəm. Çünki mənim sürət düsturum V bərabərdir S bölünsün T'dir. Biz burada baxırıq ki, S-imiz 20-dir. T'miz də 10-dur. V-ni tapa bilirik. S bölünsün T'dən 20-ni bölərik ona, bu edər 2.
Tapdıq ki, bizim sürətimiz 2-dir. İndi 40 metr məsafəni neçə saniyəyə gedir deyir. Məsafəni onsuz da verir sənə 40 metr. Sən sürəti də tapmışdın 2. Zamanı tapa bilərsən. Bu düsturdan da zamanı çıxartdığımız zaman S bölünsün V olar. Yəni 40-ı da 2-yə böldüyümüz zaman edər 20 saniyə. Variant da olar B variantı. 17-ci sual. Şəkildə verilən düzbucaqlı və yarımçevrələrə əsasən rənglənmiş hissənin sahəsini tapın. Gəlin birinci düzbucaqlının sahəsini tapaq. Düzbucaqlının sahəsi bilirik ki, S bərabərdir A vurulsun B-dən. 4-ü vurarıq 9-a edər 36 santimetrin kvadratı. Buranı tapdıq. İndi gəlin yarımçevrələri tapaq. Biz bilirik ki, yarımçevrələrdə diametri burada göstərib ki, bizə D bərabərdir 4 santimetrə. S bərabərdir pi D-nin kvadratı bölünsün 4. Düsturumuzda yarım çevrə olduğu üçün də bunu vururam 2-də 1-ə. Bu olur pi D-nin kvadratı bölünsün 8-ə. Qiymətlərimi yerinə yazıram. Pi olduğu kimi qalır. D-nin kvadratı 4-ün kvadratı edir 16 bölünsün 8-ə. Bu oldu 2 pi. Mənim 2 dənə yarım çevrəm olduğu üçün bura 2 pidirsə, burada 2 pidir. Yəni ümumilikdə 2 pinin üstünə də 2 pi gəldiyimiz zaman edəcək 4 pi. Rənglənmiş hissəni soruşduğu üçün də biz ümumi düzbucaqlıdan çıxmalıyıq rənglənmiş hissəni. Yəni 36 çıxılsın 4 pi santimetrin kvadratı. Bu şəkildə yazılar və variant da C variantı olar. 18-ci sual. Deyir ki, zəri bir dəfə atdıqda düşən xalın 7-dən kiçik olması hadisəsinin ehtimalını tapın. Yəni 7-dən kiçik deyirsə, deməli uyğun hallarımız bizim. Uyğun hallarımız olacaq 6 dənə. Yəni 7-dən kiçikdirsə 1-dən 6-ya qədər olan ədədlər düşəcək də. Sonra bir də var bütün hallar. Bütün hallar da yenə 6-dır. 6-dan digər başqa tərəfdə düşə bilməzdi. Ehtimalla tapdığımız zaman uyğun halların bütün halların nisbətindən alınar 1. 19. 3, 7, x, 5, 9, 7 ədədlər sırası 2 modalı olarsa, x aşağıdakılardan hansı ola bilməz? Buradakı suala biraz diqqət yetirək. Belə edim ki, burada yazanda siz də aydın görə biləsiniz. Biz demişik ki, moda nədir? İstər ədədlərin, istər sözlərin, hər hansı bir şeyin təkrarlanması bizə modanı verir. İndi deyir ki, 2 modalı olarsa, 2 modalıdırsa aşağıdakılardan hansı ola bilməz? Burada fikir verirsinizsə 7-dən 2 dənədir. Bu deməli birinci modamız bizim 7-dir. Bura 3 qoysaq, ikinci modamız 3 olacaq. Bura 5 qoysaq, ikinci modamız 5 olacaq. Yəni 7 ilə 5 olacaq. Bura 9 qoysaq, bizim ikinci modamız 9 olacaq. Yəni 7 ilə 9 olacaq. Amma bura 7 qoysaq, elə təkcə modamız 7 olacaq. Burada 3 dənə 7 olacaq da, başqa təkrarlanan olmayacaq. Ona görə hansı ola bilməz deyir. 7 ola bilməz. Variant C variantı. Ümid edirəm ki, aydın oldu. Gəlin belə də yazım. Rahat olsun. Bax, x 5, 9, 7'dir. Gəl bir dəfə x-in yerinə 3 yazaq. O zaman olacaq 3, 7, 3, 5, 9, 7. Modun hansı olacaq? 3 və 7 olacaq əlbəttə ki. 2 modalı oldu ifadə. Sonra gətirək x-in yerinə 5 yazaq. Olsun 3, 7, 5, yenə 5, 9, 7. Modan neçə oldu? 5 ilə 7. Yenə 2 modalı oldu. Sonra gətirək x-in yerinə 9 qoyaq. 3, 7, 9, 5, 9, 7. Modan neçə oldu? 7 və 9. Gətirək x-in yerinə 7 yazaq. Artıq sənin burada modan təkcə 7 oldu. 2 dənə modalı olmadı. Ona görə C variantı ola bilməz. 20-ci sual. Fərid 2 ədəd fərqli rəngdə müxtəlif adlı oyuncaq almalıdır. Cədvələ əsasən onun seçim variantlarının sayını tapın.
Burada fikir verirsinizsə, maşın da 3 dənədir, kukla da 3 dənədir. Deməli bu hər birindən 3-3-ə vurduğumuz zaman, yəni bizim mümkün hallarımız, mümkün variantımız 9-dur. Variant C. Gəlin indi göstərim ki, nə deməkdir. Bir dəfə ağ maşını götürəcək. Yəni hər maşın üçün 3 dənə fərqli kukla olacaq. Ağ üçün sarı, qırmızı çəhrayı, qaraya sarı, qırmızı çəhrayı, maviyə sarı, qırmızı çəhrayı. Oldu mu 9 dənə? 3, 6, 9. Ona görə də variantlarımızın sayı da 9 qeyd olunur. 21-ci sual. Paralelogramın digər tərəfləri A1 bərabərdir 14, A2 bərabərdir 21-ə. Bu paralelogramın hündürlükləri 12 cm və 8 cm olarsa, sahə neçə santimetrin kvadratı olar? Biz əvvəlki tapşırıqlarımızda da yazdığımız zaman demişik ki, kiçik tərəfə böyük hündürlük yazaq. H1 bərabərdir. Deməli, balaca hündürlüyümüz bizim neçədir? 12. Daha doğrusu böyük, balaca tərəfə böyük hündürlük, böyük tərəfə balaca hündürlük. Paralelogramın sahə düsturu bilirik ki, S bərabərdir A vurulsun H-a. S1-dən A1 ilə H1-i tapsaq, 14-ü 12-yə vurduğumuz zaman 168. S2-dən A2 vurulsun H2-dən 21 vurulsun 8. Bu da edər 168 santimetrin kvadratı. Variantımızda edər C variantı. 22-ci sual. Buradan görəsiniz. Oturacaqları düzbucaqlı, üçbucaq olan üçbucaqlı prizmada AC 9 cm, BC 15 cm və həcmi 1080 cm kub olarsa, hündürlüyü neçə santimetr olar? Biz bilirik ki, düsturumuz S bərabərdir. A vurulsun B bölünsün 2 vurulsun H-dır. Yəni S oturacaq vurulsun H-dan. S oturacaq da üçbucağa görə AB bölünsün 2 şəklində yaza bilərik. Buradan biz hündürlüyümüzü tapdığımızda 2V bölünsün A vurulsun B-yə. V-ni verir 1080, A-nı verir 9, B-ni verir 15. 2-ni 1080'e vurduğum zaman 2160, 9'u 15'e vuranda 135. Bunu da böldüğümüz zaman edir 16. Bu açıq sual olduğu üçün elə cavabımız 16 edir. 23-cü sual. Alfa bucağına qonşu olan iki bucağın cəmi 250 dərəcədir. Alfa bucağı neçə dərəcədir? Fikir versək, burada deyək ki, 2 dənə bucağın cəmi, yəni x üstə gələk x bərabərdir 250-yə. Bu tənliyi həll edəndə 2x bərabərdir 250, x də bərabərdir 125-ə. Biz x-i, yəni kənarını tapdıq ki, 125-dir. Qonşunun bir tərəfi 125-dir. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcə olmalıdır. Ona görə də 180-dən mən 125-i çıxaram. Taparam ki, alfamız 55 dərəcədir. X və Y düz mütənasib kəmiyyətlərdir. Bax, görürsünüz, buradan artıq 2 dənə düşüb. Düz mütənasib asıllığın düzdür. Y bərabərdir Kx. K bərabərdir Y bölünsün X-ə. X bərabərdir Y bölünsün K-ya. Özüm bu düsturları hər dəfə yazıram ki, yəni yaddan çıxmaq şansı olmasın. Belə, A çıxılsın B fərqini soruyor. Birinci mən K mütənasiblik əmsalını tapmalıyam. Sonra Y bölünsün X-dan 12-ni bölərəm 3-ə, bu edər 4. K mütənasiblik əmsalım 4-dür. Burada fikir verirsə, X bərabərdir 4 verir, K-na da bərabərdir 4 verir. Mən Y-i tapmalıyam. Y də bərabərdir Kx düsturundan 4-ü 4-ə vurduğum zaman edəcək 16. Yəni A bərabərdir 16-ya. Digər tərəfdən Y bərabərdir 28. K bərabərdir 4. X tapmaq lazımdır. Y-i K-ya böldüyüm zaman 28 bölünsün 4, o da bərabərdir 7-yə. Deməli, B də tapıldı 7. A minus B fərqdən soruşduğu üçün 16-dan da 7-ni çıxdığımız zaman edəcək 9. Və nəhayət sonuncu 25-ci sual. 25-ci sual, burada mən kitabda səhifəsində qeyd etmişəm. Baxın, güvən testindən tənlik qurmaqla məsələ həlli. Test C-dəki 4-cü sualından eynisidir. Bax, bura baxın. Bax, buna da baxın. Yəni, əgər güvən işləmişsinizsə, ümumiyyətlə güvən, iş dəftəri işləmişsinizsə, sizin monitoringdən 23-dən aşağı yazma şansınız yoxdur. Çünki fikir verirsinizsə, eyni şeylərdə, yəni fərqli bir
tapşırıq görməmişik. Tarazlıqda olan tərəzidə hər bir kvadratın kütləsi 8 kiloqramdır. Qeyd edək burada kvadratın kütləsi 8 kiloqramdır. Hər bir üçbucağın kütləsi 7 kiloqramdır. Dairələr də eyni kütləlidir. Dairələr də yəni eyni kütləli bir x-la qeyd eləyək. Bilmirik neçədir, ona görə x qeyd eləyirik. Eyni kütləli olduğunu bilərək elə bir dairənin kütləsini soruşur. Dairənin kütləsini soruşur məndən. Gəlin birinci sol tərəfimizi yazaq. Bax, yazıram sol tərəf. Bir dənə dairə var. Yəni bir dənə x-imiz var. 2 dənə üçbucaq var. 2 vurulsun 7-dən 14 alaram. Bir dənə də kvadrat var. Kvadrat da demişik ki 8-dir. Bu ifadəni yazsam, x üstə gələk 14, üstə gələk 8. Yəni 22 üstə gələk x alaram. Sol tərəfim bu şəkildə alındı. Gəlin indi sağ tərəfi yazaq. Sağ tərəfdə 2 dənə kvadrat var. Ona görə 2 vurulsun 8 bərabərdir 16 edəcək. 3 dənə də dairə var. Bu da edəcək 3 vurulsun x-dan 3x. Olacaq 3x üstə gələk 16. Biz həmən sağla solu bir-birinə bərabər eləməliyik. 22 üstə gələk x bərabərdir 16 üstə gələk 3x. 22 çıxılsın 16 bərabərdir 3x çıxılsın x. Deməli, 2x bərabərdir 6, x də bərabərdir 3-ə. Məndən elə dairə, bir dairənin kütləsini soruşduğu üçün bunu da tapdıq ki, 3-dür. Elə digər misalda da 3 yazılmışdı. Bax, bu şəkildə uşaqlar. İnşallah ki, bu da sizin hər birinizə yararlı bir paylaşım olacaqdır.